Salam Azərbaycan. Möhtərəm cənab prezident, dəyərli Azərbaycan xalqı. Bugün müqəddəs Qurban Bayramıdır. Bu münasibətlə başda şəhid ailələri, qazi ailələri, bütün dəyərli Azərbaycan xalqı olmaqla hər birinizi bu müqəddəs Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hər birinizə can sağlığı, uğurlar arzu edirəm. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Qazilərimizə can sağlığı arzu edirəm. İnşallah Allah Teala bu müqəddəs Qurban Bayramı günündə bütün ailələrin, bütün insanların süfrələrindən qurban payını əksik etməsin inşallah. Və onu da qeyd edeyim ki, dəyərli Azərbaycan xalqı, qəhrəman, cəsur, igidlər yetişdirən Azərbaycan xalqı, hər birinizə bu Qurban Bayramı münasibəti ilə sağlam can, uzun ömür, bol ruzu bərəkət arzu edirəm. Bayramınız bir daha mübarək olsun.